Sadece bugün biraz bu məşqində var, bizim də gələn məşq biraz yer bazarlayır, yəni remontumuz gedir. Biraz ona göre, sıxlığa göre, amma gələn məşqdən inşallah yəni, genişdir zalımız. Orada hazır olacaq, burada hazır olacaq. Yəni hamısı sərbəst şəkildə rahat işləyəcək. Bugün daha əslində məşq olmadı, şey yox idi. Dostu Turan müəllimə xahiş edirik ki, biz məşqimizi keçək, çünki remonta görə. Ona görə biz də sizin üçün eləyirik ki, bu dayanmayaq. Başa düşdük dayanmasın. Amma inşallah növbəti məşqlərdən zalımız yenə açılacaq orada, açıqlıqda qəşəng, hələ öz sərbəst məşqini edəcək. Və bundan əlavə, əsasən bax, uşaqlar, bu zala gələndə hamının bir xəyalı var, hamının bir istəyi var, hamının bir ümidi var. Və yaxud ondan əlavə şərt deyil ki, sən profesional idmançı olasan. Ən azından gəlmirsən bu zala, özündə nəysə öz güvəni hiss elə, öz inamı hiss elə. Ondan əlavə bir udarı öyrənsən sənin üçün böyük motivasiya olacaqdır. Və bunu öyrənə işləyə, bir də ailə asılsız ki, maşallah, hardasınız yəni, böyük arenalardasınız. Və ən əsası, respublikada belə şey yoxdur, məşqçilər. Fikir verirsiniz? Və ondan əlavə, gedin bir dənə başqa zallara, bir dənə məşqçi var zalda. Zal dağılır, ağız yanı qulağı işləyir. O orada işləyir, bu burada dağılır, bu burada eləyir. Amma 5 dənə məşqçi bir zalda, Allah'a şükür. Nizamımız, intizamımız, hərə də öz məşqini bilir, nətər eləmək lazımdır, nətər keçmək lazımdır. İlk öncə bizə lazım olan şey nədir? Nizam, intizam. Başa düşdünüz? Yəni nizam, intizam olmayan yerdə heç bir şey öyrənənə bilməz. Allah şükür, nizam, intizamımız da yaxşıdır, bizim hədəfimiz var. Hədəfimiz də inşallah sentyabra kimi hədəfimizi özünüz də görəcəksiniz ki, nələr iş görürük, nələrə qadir olacaq Allahın izni ilə. Yəni biz də boş-boşuna bu qədər məşqçilər, gəlin açıq danışarın ki, bir zalda 80 manat, 100 manat bir dənə müəllimin puludur. Bir dənə müəllimin puludur, 80 manat, 100 manat. Amma belə şey yoxdur, 80 manata 5 dənə məşqçi. Başa düşdü? Nəinki bu zal, Biləcərdə var zalımız, inşallah Həzəstonovdadır, Yasamaldadır, inşallah 2 dənə filialımız açılacaq. Hər həftə gedəcəyik öz zalımıza, orada öz zalımızdır, burada, indi növbət həftə inşallah Orxan müəllimin zalındadır. Gedəcəyik ora. Bax, belə inşallah qrupumuzu yığıb, sentyabr ayında Allah qoysa, ona kimi bizim hədəflərimiz olacaq, bəzi uşaqları Taylandda yola salacaq inşallah. Ondan sonra Loza Fight Klubda Aydın müəllimin tələbəsi vuruşmalıdır inşallah, onu deyəcəm qızlardan. Sonra Orxan müəllimlə tələbələr həmçinin. Yəni bunu bilin ki, hərəvizin qabağına döyüşənlərdən bir hədəf olacaq. Aydın olduğu uşaqlar. Yəni o da ondan əlavə məşqə də yenə deyirəm, bura gəliriksə hamı bir ailə kimi gəlməlidir. Sevərək gəlməlidir, istəyərək gəlməlidir və öyrənərək gəlməlidir. Gəlib burada bu zaldan çıxandan sonra qalx, qalx, deyən çönürük, Həsən müəllimə ehtiram veririk, alqışlayırıq Həsən müəllimə. Tanrısın Həsən müəllim Azərbaycan Savad Federasiyasının baş məşqçisidir. Həm də neçə ildir eləşir. Nəinki Savad Federasiyası, 30 ildir ki, Şusanda, Kung Fu, nə bilim, Şaolin, San, elə bir federasiya yoxdur ki, Həsən müəllimin orada əziyyəti olmasın və o qədər dünya Avropa çempionları var. Bizim Həsən müəllimdən öyrənəcək çox şeylərimiz var. Alqışlayıq Həsən müəllim. Allah'ın izniyle. Hamımıza uğurlar, Helin müəllim gələcək bilir. Tapın görür. Məşqçi deməyə ehtiyac yox, təşəkkür edirəm. Uğurlar olsun. Çox sağ olun, minnətdarım Həsən müəllim.